Hər vaxtınız xeyir. Mən MHM Tədris Mərkəzinin Biologiya müəllimi Heydərova Səbinə. Kursumuz tərəfindən keçirilmiş bu il üçün sonuncu MİQ və sertifikasiya sınağının izahına baxırıq. Birinci sualda deyilir ki, bir insanın ribosomlarında molekullardan hansılar sintez oluna bilərlər? Antikor, ferment, hormon və amin turşusu verib. Bildiyimiz kimi ribosomun funksiyası zülal sintez etməkdir. Antikorlar zülal mənşəli, fermentlər və hormonlar zülal mənşəli. Yəni bunlar sintez olunurlar zülal şəklində. Sonra üçüncü quruluşa gəlib funksiya yerinə yetirməyə başlayırlar. Amma amin turşular bu sintez prosesində iştirak edir. Yəni ribosomda əmələ gəlmir. Ribosomda istifadə edilir. 4-ü çıxmaq şərti ilə digərlərini götürə bilərik. O da eləyəcək C variantı. İkinci sualda avtotrof bakteriya ilə parazit bir bakteriya arasında aşağıdakılardan hansı ortaq deyildir? Hər ikisi bakteriya olduğu üçün ümumi hüceyrə quruluşunda bənzərlik olacaq. Amma avtotroflar özləri üzüm maddələrini sintez edənlərdir. Bunlar həm fotosintez edici, həm xemosintez edici ola bilərlər. Parazitlər isə heterotroflardır. Onlar yalnız hazır üzüm maddələrdən istifadə edirlər. Ribosomda zülal sintez etmək. Ribosom hüceyrənin orqanoididir və hər ikisində olacaq. İşıq enerjisini kimyəvi enerjiyə çevirmək. Bu yalnız xemosintez edici və fotosintez edici, yəni avtotrof qidalanan canlılarda ola bilərlər. İndi işıq enerjisi olduğuna görə burada fotosintez, amma kimyəvi rabitə enerjisi olsaydı xemosintez. Bu sadəcə avtotroflara aiddir. Nüklein turşularının stoplazmada olması ortaqdır, prokaryot olmaq ortaqdır, hüceyrə divarının olması da ortaqdır. Yalnız avtotroflara aid olacaq B variantı. Üçüncü sualda bir bitki hüceyrəsində hamar endoplazmatik şəbəkədə yağın sintezi, xloroplastda glükoza sintezi, ribosomda ferment sintezi. Yuxarıdakı proseslərin hansında mitoxondridə sintez olunan ATF-dən istifadə oluna bilər? Ümumiyyətlə, hansısa bir üzüm maddə sintez olunacaqsa, buna ATF enerjisi lazımdır. Hüceyrədə də ATF enerjisi əmələ gətirə bilən 2 dənə orqanoidimiz var. Biri mitoxondridir, biri də xloroplastdır. İndi xloroplast özündə ATF olduğu üçün bunu işıq mərhələdə ATF-i əmələ gətirir və qaranlıq mərhələdə istifadə edir. Yəni öz ATF-indən istifadə edir. Amma digər orqanoidlər ATF əmələ gətirə bilmirlər. Onlar mitoxondrinin ATF-indən istifadə edirlər. Bir hüceyrə daxilindədir. Hüceyrə daxilində ATF sintezi ola bilər. Amma 2 hüceyrə arası olacaqdırsa, o zaman ATF-in yer dəyişməsini götürmürük. Yəni mümkün deyil ki, bir hüceyrə öz ATF-ini başqasına versin. Hamar endoplazmatik şəbəkədə və ribosomda ATF yoxdur. Onlar mitoxondrin ATF-indən istifadə edirlər. 1 ilə 3. Xloroplast isə özünün dediyimiz kimi işıq fazasında əmələ gətirdiyi ATF-dən qaranlıq fazada glükozanın sintezində istifadə edir. 4-cü sual. Öd hissəsi yolu tıxanan bir insanda yağ parçalanması və soğurulması çətinləşər, ADYK vitaminlərin əksikliyi görülə bilər, çəki artımı ola bilər. Bunlardan hansı doğrudur deyir. Öd yolu tıxanan zaman öd bildiyimiz kimi iri yağ parçalarını xırda damlalara qədər parçalayırdı, ayırırdı. Yəni burada sadəcə mexaniki həzm var. Kimyəvi tərkibində hər hansı bir dəyişiklik yoxdur. Yenə yağ olaraq qalır, amma daha xırda hissələrə parçalanır və o da yağın həzmində rol oynayan lipaza fermenti ilə rahatlıqla qarışa bilir. Əgər öd yolu tıxanıbsa, bu zaman yağ iri damla halında qalacaq və fermentlə çətin qarışacaq. Həzm fermentləri ilə çətin qarışacaq. Soğurulması çətinləşəcək. Bir düzdür. ADYK vitaminlərinin əksikliyi görülə bilər. Bu da düzdür, çünki bunlar yağda həll olan vitaminlərdirlər. Yağ mübadiləsi pozulursa, yağda həll olan vitaminlərin də mübadiləsi pozulur. Çəki artımı ola bilər, əksinə çəki azalması ola bilər. Yəni, 3-cü yanlışdır, digər 1 və 2 düzdür. Burada da D variantını götürdük. 5-ci sualda bir insanın qanında ADH, yəni antidiuretik hormonun miqdarı artması nəticəsində. Antidiuretik hormon digər adı ilə bizim bildiyimiz vazopresin hormonudur. Hipofiz vəzinin ifraz etdiyi vazopresin hormonu. Sidiyin miqdarı artar, əksinə azalar. Sidiyin qatılığı artar. Bu ola bilər, suyun çoxunu geriyə soğurur, çünki vazopresin. Qandakı suyun miqdarı azalar, çoxunu soğurduğuna görə bu da artar olmalıydı. Hansı doğrudur? Sadəcə sidiyin qatılığı artacaq. Amma miqdarı azalar, qanda suyun miqdarı isə artar olmalıdır. Yalnız ikincini götürdük, yəni B variantı. Qarğıdağının süpürgə çiçək qrupundakı çiçəklərin hər birində nə olsaydı, onların çiçək düsturu buğdada olduğu kimi olardı. Qarğıdağının süpürgə çiçək qrupu erkək çiçəklərdir. Onlar
çiçək formuluna tam uymurlar. Yəni biz süpürgəni belə yazırıq. Ç 2 üstəgəl 2, Y 3, D 0. Dişiciyi yoxdur. Amma buğdanın çiçək düsturu necədir? Ç 2 üstəgəl 2, Y 3, D 1. Çatışmayan sadəcə nədir? Bir dənə dişicik olacaq A variantı. 7-ci sualda şəkildə göstərilən quruluşlarda ürəyə malik heyvan sinfinin nümayəndələri üçün xarakterikdir. Göstərilən ürəkdə biz görürük ki, ürəyin sol tərəfindən sağ aorta qövsü çıxıb. Yəni bu quşlara aiddir. Seli ifraz edən vəzlərlə zəngin dəri amfibilərdə, balıqlarda olurdu. Sidik hissəsi yenə quşlarda yoxdur. Sağ yumurtalı reduksiyaya uğrayıb. Dolayı inkişaf yoxdur, düzünə inkişaf edirlər. Çəngəl sümüyü var. Bəli, düzgün cavabımız burada Y variantı olmalıdır. 8-də su hövzəsindəki heyvanların biyokütləsi ilk növbədə oradakı asılıdır. Nöqtələrin yerinə nə yazıla bilər? Su hövzəsində yaşayan heyvanların biyokütləsi. Heyvanlar burada konsument rolundadılar. Yəni onlar prokaryotlarla və yaxud da burada yəni bakteriyalar da ola bilər plankton qismində ya da bitkilərlə birinci dərəcə halqanı əmələ gətirən produsentlərlə qidalanırlar. İndi suda daha çox heyvanların qidasını təşkil edə bilər bitkilər. Digər variantlar uyğun gəlmirlər. Bitkilərin biyokütləsi təhsil edir heyvanların biyokütləsinə. Bitkilərin bioloji məhsuldarlığı D variantını seçə bilərik. 9-da insanın dayaq hərəkət sisteminə aid hansı mülahizə doğru deyil? Bazunun iki başlı əzələsində yalnız ennezolaqlı əzələ yerləşir. Elə doğru olmayan budur. Çünki istənilən bir əzələnin tərkibində ya da orqanın tərkibində mütləq şəkildə saya əzələ olur. Bura qan damarları gəlir, arteriya vena damarları və onların da divarlarında saya əzələ olur. Biz heç bir orqanı sadəcə ennezolaqlı əzələ deyə götürə bilmərik. Sadəcə saya əzələ götürə bilərik. Bəli, məsəl üçün mədənin divarında sadəcə saya əzələdir. Amma ennezolaqlı əzələdə mütləq saya da olur. 10-cu sualda sxemdəki orqanoidi müəyyənləşdirib doğru cavabı seçək. Bu xloroplastdır. Xloroplastda A deyir translyasiya. Translyasiya gedir, bəli. DNT-si var. Transkripsiyada olur. Həm deməli öncə transkripsiya gedir, DNT-dən məlumat RNT sintez olunur. Sonra translyasiya məlumat RNT-dən zula sintez olur. Amma matriks bu mitoxondriya aiddir. B çıx digərləri üstəgəl olan C variantı. Hansı çiçəkli bitkinin 4 orqanı vardır? 4 orqan dedikdə adətən vegetativ orqanların hamısı olsun, generativdən biri olsun kimi yanaşa bilərik. Baxaq, qarğıdalı. Qarğıdalının vegetativ orqanların 3-ü də var. Əgər erkək fərddirsə, burada yəni erkək çiçək olaraq yaxınlaşsaq, o zaman ola bilər. Ya da dişi çiçək olaraq yaxınlaşsaq, ola bilər. Amma qarğıdalı bir bitkinin üzərindədir. Ona görə də tək-tək çiçək yox, bitki olaraq dedikdə qarğıdalını saya bilmirik. Bir cinsli, amma bir evli bitkidir. Sonra gəldi yaşıl söyüd. Yaşıl söyüd dişidir və ayrı-ayrı bitkilərin üzərində yerləşir burada erkəklə dişi. Dişidən vegetativ orqanlar kök, gövdə, yarpaq var. 3 orqan bu. Generativ orqanlardan da çiçək, toxum, meyvə, dişi bitki olduğuna görə hər üçü var. Yəni 6 orqana sahibdir. Artıq buradan cavablarda sarı söyüd olduğu üçün seçə bilirik. Çünki sarı söyüddə erkək bitkidir, sadəcə çiçəyi olur. Onda toxum və meyvə əmələ gəlmir, 4 orqana sahib olacaq. Xiyar yenə qarğıdalı kimi bir bitkinin üzərindədir. Erkək çiçəyi, dişi çiçəyi ayrı ola bilər, amma bir bitkinin üzərindədir. Qovuqluda isə orqan sayı 5-ə bərabərdir. Burada sadəcə kök yoxdur. Gövdə, yarpaq var, çiçək, toxum, meyvə var. Bitkidə tənəffüs etməyən hüceyrələrdir. Tənəffüs etməyən hüceyrələr. Dəriciyin hüceyrələri canlıdır, tənəffüs edəcək. Öcək hüceyrələri əsas toxumadandır, canlıdır. Ksillema borucuqlar ölüdür, burada tənəffüs getmir. Kambi canlıdır, ağızcıq canlıdır, mantar da ölü hüceyrələrdir. 3-lə 6 C variantı. Down sindromlu oğlan doğulmuşdursa, mayalanma zamanı qametlərdə xromosomların kombinasiyalarının necə olduğunu göstərin. Down sindromlu oğlanı biz 45 üstəgəl x, y şəklində yazırıq. Bu qametlərdən hansı bizə 45 üstəgəl x, y verəcək? İlk öncə bu tip qamet ola bilməz. Bunu çıxdıq. Bu da 5-də 7. Sonra 21-21'lər, yəni bunlar da verə bilməzlər deyə
Çıxdıq. Qaldı 1 ilə 4. Toplayaq. Həqiqətən də 25 üstəgəl x, y eləyir B variantı. 14-cü sualdayıq. Sutka ərzində qəbul olunmuş qidanın tərkibində yağ 120 qram zülal, 95 qram karbohidrat isə 225 qram olarsa, bunlardan hansı orqanizmi daha çox enerji ilə təmin edər? Ən çox enerji yağlardadır. Hardasa təqribən 2 qatı qədər. Biz miqdarına baxaq. Karbohidratla yağın arasındakı miqdar əgər 2 dəfəyə yaxındırsa, o zaman hesablamağa dəyər. Əgər karbohidratı, yəni yağı 2-yə vursaq, eləyəcək 240. Karbohidratı miqdarından çox oldu. Enerji baxımından yəni çox oldu. Böyük ehtimal cavab elə budur. Ya da ən yaxşısı hər birini enerjisinə vura bilərik. Yağı vururuq 38.9-a, zülalı 17.6-ya, karbohidratı da 17.6-ya. Bu zaman yağın qram olaraq miqdarı ilə karbohidratın qram olaraq miqdarı arasındakı fərq, yəni onların enerji dəyərindən çoxdur. Yağ daha çox enerji verəcək. Ona görə də enerji ilə təmin edən olacaq burada yağ. Yağa aid fikri seçməliyik. Parçalanması su, karbon qazı, azot, bu zülaldır. Günlük norması 380 karbohidratdır. Orqanizmi oksidaşməsindən alınan su ilə təmin edən yağdır. Bəli, cavabımız da bu olacaq. Yaraların sağalması, saçın uzanması zülaldır. Əsas enerji mənbəyidir. Çatışmadıqda orqanizm zəifləyir. Bu da karbohidratdır. Keçdik 15-ci suala. Toxuma qruplarını müəyyən edək. Sümük növdür, epiteli qrupdur, pi növdür, sıx birləşdirici növdür, əzələ isə qrupdur. 2 və 5 C variantı. 16-cı sualda qanı insanın həzm kanalının ən uzun şöbəsindən zərərli maddələrin 95%-nin təmizləndiyi orqana gətirən damara aiddir. Ən uzun şöbəmiz nazik bağırsaqdır. Təmizlənmənin getdiyi orqan da qaraciyərdir. Yəni, nazik bağırsaqdan qaraciyərə gələn damarı deyir. Bu qaraciyərin qapı venasıdır. Karbon qazı ilə zəngindir. Bəli, vena damarıdır çünki. Qida maddələri ilə zəngindir. Bu da düzdür. Nazik bağırsaqdan sorub qida maddələrini. Vena damarıdır da düzdür. Qaraciyər qapı venası dediyimiz kimi. Arterial qan daşıyır, arteriya damarı fikirləri yanlış olacaq C variantı. Qəlsəmə qapaqlarını hərəkət etdirən əzəllər ola bilər. Yəni, bunun öncəliklə qəlsəmə qapağı olması lazımdır ki, bunu da hərəkət etdirə bilsin. Bildiyimiz kimi balinalarda ağciyər tənəffüsüdür. Sonra qırdaqlı balıqlarda, yəni akulada, skatda, eyni zamanda ximerdə ümumiyyətlə qəlsəmə qapağı yoxdur. Olacaq bölgə. Sümüklü balıq. 18-ci sualda 24 illik palıd ağacı oduncağının en kəsiyində kambin altındakı 6-cı halqa onun hansı yaşına uyğun illik halqasıdır? Kambidən necə hesablayırıq? 24-dən çıxırıq 6-nı, verilən yaşı. Kambin altında dedikdə üzərinə 1 əlavə gəlirik. Bu bizə verəcək 18 üstünə də 1 gələndə 19. Olur B variantı. Bir də bu tip suallarda kambinin yox, qabığın altında soruşa bilər. Qabığın altında soruşanda üstəgəl 2 ilə hesablayırıq. 19. İnsanda zökəm xəstəliyini törədən canlını öyrənən elmin mənası. Zökəm virus xəstəliyidir. Virus da zəhər deməkdir. Virusologiya elmi öyrənir. Uyğunluğu müəyyən edək. Aramorfoz və idadaptasiya. Makrotəkamülün yoludur. Makrotəkamülün yoludur. Birinci mikrotəkamül A variantını oxumamış keçmişəm. Makrotəkamülə aramorfoz aid olar və idadaptasiya da aid olar. Bu, yəni C variantı ortaq. Birinci mikrotəkamül aramorfoz yalnız makrotəkamüldə gedir, amma idadaptasiyadan növ yarada bilir. Növdə mikrotəkamülə də aiddir deyə bunu bura götürdük. Tənəzzül heç birində yoxdur. Təkamüldə daha çox baş verən yenə idadaptasiyadır. Vegetativ orqan kök yaranır. Kök deyilən bir şey yox idi, yaranırsa bu aramorfozdur. Buna uyğun cavab da Y variantı edir. Meşə gilasının çiçək qrupundakı çiçəkləri saplaqlardan məhrum etsək, hansı bitkinin çiçək qrupunu almış olarıq? Meşə gilasında sadə salxım çiçək qrupudur. Əgər çiçəklər saplaqsız olsa, yəni oturaq olsa, sadə sümbülə bənzəyərdi. Sadə sümbül də bağa yarpağı bitkisindədir. Aşağıdakılardan hansı doğrudur? Demək olar ki, bütün viruslar ölçülərinə görə bakteriyalardan kiçikdir. Bəli, istənilən halda viruslar daha kiçik olacaq.
Çünki viruslar bakteriyanın içində parazitlik edə bilir, yəni hüceyrə daxili parazitdir. Canlı cansız arasındakı fərq hüceyrə səviyyəsindən başlayır, yanlışdır, molekuldan başlayır. Yağlar hidrofob maddələr olmalıdır. Histidin çatışmayanda hemoqlobin sintezi pozulur. Zulalın birinci quruluşu hidrogen rabitə yox, peptid rabitə hesabınadır. Düzgün cavab A variantı olacaq. 23-cü sualda. Euler-Venn diaqramına əsasən X üçün düzgün ifadəni müəyyən edək. Bir hüceyrəli və çox hüceyrəli bitkilər üçün ortaq olsun. Xromatofor əslində çox hüceyrəli bitkilərin, yəni əgər ali nümayəndələrinə baxsaq mamırlardan sonra, onlarda xloroplastdır. Amma çox hüceyrəli yoxsunlar da olduğu üçün onlarda yenə xromatofordur. Biri ortaq götürə bilərik. Yazaq bura 1. Sonra rizoid. Rizoid bir hüceyrələrdə ümumiyyətlə yoxdur. Qırmızı gözcü çox hüceyrələrdə yoxdur. Xloroplast bir hüceyrələrdə yoxdur. Zoospor əmələ gələ bilər. Məsəl üçün, bir hüceyrəli burada xlamidamana da, çox hüceyrəli də ulotrix deyə yanaşsaq. Qamet yenə əmələ gələ bilər. 1, 5, 6 Y variantı. Polimeraza zəncir reaksiyası üsulunu kim işləyib hazırlamışdır? Kerim Müllüs idi. Nə deməkdir polimeraza zəncir reaksiyası? Hər hansı bir canlının iştirakı olmadan DNT-nin çoxaldıla bilməsi, DNT-nin ikiləşə bilməsi. Somatik hüceyrəsinin bölünməsinin anafaza mərhələsində 24 autosom xromosom olan heyvanın bir yönəldici cisimciyində neçə xromosom olacaq? Anafaza, somatik hüceyrənin anafazası olur 4N. Autosom dediyinə görə də çıx 4 bərabərdir 24-ə. 4N bərabərdir 28-ə, N də bərabərdir 7-yə. Yönəlci cisimcik qametlə eyni xromosom dəsti daşıyır. Yəni, əgər qametdə 7-dirsə, yönəlci cisimcikdə də 7-dir. Sağlam bacı və qardaş haqqında hansı mülahizə səhvdir? İkinci cinsiyyət əlamətləri müxtəlifdir, düzdür. Növün genetik kriteri müxtəlifdir. Bu elə səhv olacaq. Çünki ikisinin də 46 xromosomu var. Genetik kriteri cəhətdən eynidirlər. Biz növün kriterisinə insan növü homo sapiens olaraq baxırıq. Qadın, kişi, bacı, qardaş deyə baxmırıq. Ümumiyyətlə, homo sapiensin 46 xromosomu varsa, bu bütün insanlar üçün keçərli bir kriteri olmalıdır. İkinci növ miqrasiyanı həyata keçirən canlıların neçə aləmində produsentlərə rast gəlinir? İkinci növ biogen miqrasiya aiddir çox hüceyrəli aləmlərə, yəni bitki, heyvan və göbələklərə. Çox hüceyrəli produsent ola bilər sadəcə bitkilər. Heyvanlarda produsent var, amma o bir hüceyrəlidir. Evglen adı və Volvoxdur. Onlar da ikinci biogen miqrasiyanı yaratmır. Göbələklərdə ümumiyyətlə produsentlik yoxdur. Burada sadəcə bitkilərdə götürüləcək. İnsanın gövdə skeleti bilavasitə neçə ədəd, neçə növ sümüklə birləşir? Ümumilikdə gövdə bir ənsə sümüyünə, 2 dənə çanaq sümüyünə, 2 dənə də körpücük sümüyünə, yəni cəmi 5 ədəd sümüyə birləşir. Körpücük qarışıq sümükdür. Ənsə ilə oma sümükləri, omaya birləşən çanaq sümükləri isə yastı sümüklərdir. Eləyir 2 növ, 5 ədəd, 2 növ. Növ olaraq da dediyimiz kimi yastı 3 ədəd sümük, yastı ikisi isə qarışıq sümükdür. Arıquşunun yumurtalığında yetişmə zonasında 8 hüceyrədə bir xromatidli xromosomlar qütblərə çəkilərsə, yaranan qametlərlə eyni xromosom daşıyan yönəlci cisimciklərdə cəmi neçə autosom xromosom olacaqdır? Arıquşu dişi heteroqametliyə malikdir, yəni quş olduğuna görə. Bir hüceyrədə bir xromatidli 8 hüceyrədə bir xromatidli xromosomlar qütblərə çəkilib. Nə deməkdir bu? Yəni 8 dənə hüceyrə ikinci anafazanı keçirdir. İkinci anafazadan sonra artır olur 16 dənə. Bu 16 dənə hüceyrənin tam yarısı, yəni 8X daşımalıdır. Yerdə qalan 8-i isə Y daşımalıdır. İndi deyir ki, yaranan qametlərlə eyni xromosom daşıyan yönəlici cisimciklərdə cəmi neçə autosom xromosom olacaq? Yaranan qametin sayı isə başlanğıc, yəni ümumi qametin 4də 1-idir. 4 ədəddir cəmi, 16-nın 4də 1-i. Əgər qameti biz götürsək ki, X daşıyır, o zaman onunla eyni X daşıyan cəmi 4 dənə qalır. Çünki hamısı 8 dənə X var. Bunun 4-ü qametə düşsə, 4-ü də yönəlci cisimciyə düşə bilər. Autosom xromosom sayını isə qameti buradan tapırıq N bərabərdir 12. Autosomu da N çıx 1-dir, 11. Və bizim varımızda 4 dənə yönəlci cisimcik. O zaman 4 vurulsun 11 bərabərdir 44.
olacaq D variantı. Hansı bitkinin toxumunda rüşeymi toxum qabığı bilavasitə əhatə edə bilmir? Toxum qabığını əhatə edə bilmir. Yəni mərkəzdə yerləşirdi rüşeym, onun endospermi də var. 3 rəng bənövşədir bu D variantı. Yarpağın hansı hüceyrələrində orqanoid müxtəlifliyi daha çoxdur? Orqanoid müxtəlifliyi o zaman daha çox olur ki, orada yəni xloroplast da olsun, mitoxondri də olsun, oksigen istifadə edən ya da qidalanmada rol oynayan hüceyrələr olsun. Bunun üçün də biz qapayıcı hüceyrələr, yəni canlı hüceyrələri götürə bilərik. Digərlərində ya plastid yoxdur, ya ölü hüceyrələrdir, ümumiyyətlə orqanoidləri sorulmuşdur. 1, 2, 3 olaraq bizə qan qrupları göstərilib və onların çarpazlaşması göstərilib. Deyilir ki, birinci və rezusu mənfi qan qrupuna sahib olan bir övladın valideyn qan qrupu hansı ola bilər? Birinci AB ilə 0,0-dan 0,0 çıxmaz. İkincidə A-dır, B-dir və ikisi də müsbətdir. Amma yanlarını bilmirik. Yəni bu A0 da ola bilər və B0 da ola bilər. Heterozigotluq ola bilər. Çünki bu ikinci və üçüncü qruplarda bunlardan 0,0 çıxa bilər. 3-də də 100% yoxdur. Yəni AB-dən 0 çıxa bilməz. 3 deyil, 1 deyil. Sadəcə 2 qalacaq. Bəs ikisi də müsbətdir. Mənfi necə verəcək? O da böyük yer, kiçik yer, böyük yer, kiçik yerdir. Dominantlıq var axı. Yəni böyük yer olaraq görünür, amma kiçik yerlər də sahibdir və nəsildə kiçik yer çıxa bilər. Bunlardan da 0,0 çıxa bilər. Yalnız 2 olacaq burada B variantı. 33-də polisomda zülal biosintezinin sonunda əmələ gəlmiş hər bir polipeptid zəncirin ölçüsü hansılar sayı ilə əlaqəli deyil. Tripledlərin sayı ilə əlaqəlidir. DNT-nin gen kod tripledlərin sayı ilə də əlaqəlidir. Çünki bunlar neçədən amin turşu olacağını kodlaşdırırlar. Biosintezdəki nəqliyyat RNT-lər amin turşuları gətirir, asılıdır. Ribosomdan asılı deyil. Ribosom sadəcə kodu oxuyur. Yəni yarıya qədər oxuyum, yarıdan sonrasını sintez etməyim deyə bir şey yoxdur. Stopa qədər mütləq şəkildə oxumalıdır. Ona görə ribosomdan asılı deyil. Yenə bizə genotipli fərd verilib. Böyük A, böyük B və kiçik D genləri ilişiklidir. Y isə sərbəstdir. O zaman bunu necə yazacaq? Qameti belə yazıram. Böyük A, böyük B, kiçik D. Digər tərəfdə kiçik A, kiçik B və kiçik D-dir yenə. D-dən çünki ancaq kiçik D var. Y-lər isə sərbəst. Bir dənə böyük Y, bir dənə də kiçik Y-miz var. Qametlərin hansının əmələ gəlməsi Krasingoverin baş verdiyini göstərir. Baxaq, böyük A, böyük B, onsuz da bir aradadır. Yəni, 1-də Krasingover yoxdur. 2-də kiçik A, kiçik B, kiçik Y. Kiçik A, kiçik B, kiçik D, böyük Y. Krasingoverin baş verdiyini göstərir. Burada əslində böyük A, böyük B, kiçik D ilə ilişiklidirsə, kiçik A da kiçik B və kiçik D ilə ilişiklidir. Burada Krasingover yoxdur. Üçüncüdə böyük A, kiçik B. Burada Krasingover var. Yəni, düzgün cavabımız olmalıdır. Bunu da çıxdıq. Krasingover yoxdur. Sadəcə 3. Sadəcə 3-də Krasingover getmişdir. Baş verdiyini göstərir, soruşmuşdur. Sağlam bir insanın sidiyində aşağıdakı maddələrdən hansılar ola bilər? Sidiyin tərkibində fibrinogen, eritrosit, amin turşu, glikoza bunlar olmamalıdır. Amma natrium duzdur. Duzlar xaric ola bilər. Onurğalı heyvanlarda rüşemin inkişafı zamanı ən son hansı sistematik kateqoriyaya aid əlamətlər üzə çıxır? Ən böyükdən başlayır, ən kiçiyə doğru gəlir. Yəni növ, sonra tip, sinif, dəstə, cins, ən son növ. Toxumlu qıcıların nəslin kəsildiyi dövrdə mövcud olmuşdur. Toxumlu qıcılar Trias dövründə nəsli kəsildi. Ali məməlilər təbaşirdə, əsir quşlar təbaşirdə, ikinci siqnal sistemi antropogenda, timsah Triasda, Arxeopteryx isə Yurada idi. Bizə də timsah lazımdır, D variantı. Paleontoloji dəlillərin köməyi ilə nəyə nail ola bilmərik? Canlıların meydana çıxmasını təyin edə bilərik, bəli. Qazıntılar halında alt qatlara doğru getdikcə hansının izi yoxdursa, deməli o daha sonradan yaranıb. Üst qatda izi var, alt qatda yoxdur. Müxtəlif sistematik qruplar arasında varislik əlaqəsi, bu da öyrənilə bilər. Ontogenezlə filogenezin əlaqəsi. Bu embrioloji dəlildir, paleontoloji dəlil deyildi. Filogenetik sıralar paleontolojidir, keçid formalar da paleontolojidir. C variantı. Diafragma, plasenta, tük örtüyü, süd vəzi, borlu sümük. Sadanan aramorfozlardan neçəsi eyni geoloji dövrə aiddir?
Diafraqma yarandı ilk məməlilərdə, triasda, plasenta təbaşirdə, tükörtük triasda, süd vəzi triasda, borlu sümüklər devonda. 3 dənəsi diafraqma tükörtüyü və süd vəzi trias dövründə yarandı. C variantı. Sonuncu sual. İki müxtəlif bitkinin qametlərində xromosom sayı 24 və 9-dur. Hər ikisinin qametidir bunlar. Dölsüzlük Karpachenko ilə aradan qaldırılarsa, əmələ gəlmiş hibridin endosperm hüceyrəsinin xromosom sayı neçə olar? Erkək bitkinin xromosomu 2 endirsə, deməli erkək 9 olandı. 24 bizim dişi qametimizdir. O zaman endospermi almaq üçün ondan mərkəzi hüceyrə, yəni 2 qat 48 götürürük. Erkəkdən də elə qameti götürürük. Bu eləyir 57. Sonra buna Karpachenko tətbiq eləyirik. 114. Bu da D variantı edəcək. Bu qədər izlədiyiniz, dinlədiyiniz üçün təşəkkür edirəm. İnşallah ki, hər hansı bir səhvə yol vermədim. Elə bir şey oldusa da üzrlü saymağınızı xahiş edirəm. Sağ olun.